Məndən tez-tez soruşursunuz ki, yaxşı ailəvi xəngəl verilən yer harda var? Gəlmişəm Saraçılıya. İndi burada nə xoşumuza gələcək, nə yox, onu sizə bildirəcəm. Videoya axıra qədər baxın. Axır ki, xəngəl mövsümünü açıq elan etdik. Ailəvi Saraçılıda oturduq. Burada Gürcü xəngəlinin 3 növünü yoxladıq. Əvvəlcə sadə, klassik versiyası gəldi. Xəmiri nə çox nazik, nə də çox qalın. İdeala yaxın demək olar. İçi də sulu. Bir sözlə çox əla. Mən Saraçılıda ən son 10 il əvvəl olmuşdum, amma ora ailəvi yer deyildi. Bura əzəldən xəngəli əla hazırlayır. 20 xəngəl demişdik, biri 90 qəpikdən 18 manat elədi. Sonra içi suluquni pendirli xəngəl gəldi. Bunda ət olmur, yalnız pendirlə hazırlanır. Çox özəl dadı var. Amma gərək isti-isti yeyəsən. Biraz soyuyan kimi içinin pendiri quruyur və bir növ xəmirə qarışır. Bunun bir ədədi 85 qəpikdir, 10 dənəsi 8 manat 50 qəpik elədi. Məclisi qızardılmış Gürcü xəngəli ilə tamamladıq. Bunu xanımlar çox da bəyənmədi. Bəylər isə el dili ilə desəm gözümüzə təpdik. Soyuq qəlyanaltılardan nələr vardı? Deməli, qarışıq turşu, camış qatığı, Gürcü sayağı çoban salatı, qazlı qazsız sular, kompot, acika və s. Yekun olaraq deyim ki, keyfiyyət əla idi. Xidmət də normal. Bir balaca gecikmə olur, o da demək olar ki, Bakıda əksər xəngəlxanaların problemidir. Yaxşı, ləzzətli yeməkləri necə deyərlər, gözləməyə dəyər. Bura Bəkir Çobanzadə 74 ünvanında Bonadea klinikasının yaxınlığında yerləşir. Bura bir də gələrəmmi, məncə xəngəlsiz qış, qolsuz futbol maçı kimi bir şeydir.